Hazırda güləş üzrə yeniyetmələr və gənclərin Azərbaycan çempionatının keçirildiyi Gəncə şəhərindəyik. Maraqlıdır. Görəsən yerli əhali bu yarışlardan xəbərdardırmı? Gəlin suallarımızın cavabını sorğularda tapaq. Hazırda Gəncədə hansı idman yarışının keçirildiyini bilirsinizmi? Bəli, bilirəm. Güləş yeni idman sarayında keçirilir. 11 günlük səhv eləmirəmsə. Sorğumuza düzgün cavab verdiyiniz üçün sizə kiçik bir hədiyyə verəcəyik. Buyurun, təşəkkür edirik. Sorğumuza qatıldığınız üçün minnətdarıq. Olimpiya var da, qaçış yarışı. Hazırda keçirilən yarışı bilirsiniz? Ha, yarış. Qaçış yarışı. Hazır İdman Sarayında güləş çempionatı keçirilir 17-10-20 arasında. Sorğumuza düzgün cavab verdiyiniz üçün sizə kiçik bir hədiyyəmiz olacaq. Buyurun, sorğumuza qatıldığınız üçün təşəkkür edirik. Sağ olun. Hazırda Gəncədə hansı idman yarışının keçirildiyini bilirsinizmi? Xeyş. Güləş oyunları keçirilməlidir bildiyim qədərli İdman Sarayında. Sorğumuza düzgün cavab verdiyiniz üçün sizə kiçik bir sürprizimiz var. Təşəkkür edirəm. Buyurun, sorğumuza qatıldığınız üçün minnətdarıq. Düz Sağ cavab olun. verdiniz. Bəli, düz cavab idi. Sağ olun. Hazırda xeyr. Güləş üzrə Respublika çempionatı özə yunişni uşaqlar arasında Respublika birinciliyi. Sorğumuza doğru cavab verdiyiniz üçün sizə kiçik bir sürprizimiz var. Çox sağ olun. Minnətdarıq. Azərbaycanda güləş, Azərbaycan çempionatı, Respublika çempionatı. Sorğumuza düzgün cavab verdiyiniz üçün sizə kiçik bir sürprizimiz var. Qatıldığınız üçün təşəkkür edirik. Bilmirəm. Bəli. Güləş Gəncə İdman Sarayında güləş yarışı keçirilir. Sorğumuza düzgün cavablandırdığınız üçün sizə kiçik bir sürprizimiz var. Buyurun, qatıldığınız üçün təşəkkür edirik. Futbol yoxsa? Boks. Boks. Güləş. Bəli. Yaxşı, sorğumuza doğru cavab verdiyiniz üçün sizə kiçik bir hədiyyəmiz var. Qatıldığınız üçün təşəkkür edirik. Buyurun, sağ olun.